Bəli, mən hicablıyam və bilirəm ki, Rəbbim bizə Nur surəsi 30-cu və 31-ci ayələrində, Ashab surəsi 59-cu ayəsində nə buyurub? Bəli, mən hicablıyam. Eyni zamanda sosial mediadan aktiv şəkildə istifadə edirəm. Sizə üzüm və səsimlə müraciət edirəm. Bəli, mən hicablıyam və qarşınızda müxtəlif obrazlarla, fərqli tərzlərdə çıxıram ki, işimi, sənətimi, əməyimi daha çox insana çatsın. Bəli, mən hicablıyam və bu yol mənim seçimimdir. Sizə yalnız göstərmək istədiyim tərəflərimi göstərirəm. Səhnə arxasında verdiyim mübarizələri isə bilmirsiniz. Xoşbəxt qadın olmaq hər bir qadının arzusudur. Güclü qadın olmaq isə sadəcə bir seçimdir. Bacarmaram demə, Allahın izni ilə, əgər sən Allaha təvəkkül etsən, sənin qarşısına elə yollar açar ki, küllərindən doğub, çətinlikləri aşaraq yenidən dirilərsən. Allahın köməyi ilə çox güclü, həm də şərəfli bir qadına çevrilərsən. Eyni zamanda öz zərifliyini və insanlığını qoruyub, yeni bir başlanğıc qurarsan. Hər qaranlıq gecənin arxasında mütləq ki bir gün var. Hicablı qadın görünməz deyil. Onun da hekayəsi, mübarizəsi, duruşu və səsi var.